Altı göstərir ki, onkologiyanın müalicəsidir. Kimsə deyir, müalicəsi yoxdur. Həm qoruyur, həm varsa getdikcə onu alır içində, kiçildir, yoxa çıxardır onkologiyanı. Ona görə də bizə gələn onkoloji xəstələr rahatlıqla bunu içəndən sonra həm gümrah olurlar, həm şişləri varsa kiçilir. Əgər ximiya alırlarsa, onu çox yüngül keçirirlər. İntoksikasiya əlaməti olmur, saç tökülmür, özlərini gümrah, sağlam hiss edirlər. Yəni normal həyat tərzinə qovuşa bilirlər. Bunu ümumiyyətlə onkoloji xəstələr belə istifadə edə bilər və bu məhsulu mən istifadə etdikdən sonra o qədər gümrah olmuşam ki, immunitetim o qədər güclənib ki, həqiqətən deyirəm, ümumiyyətlə heç bir dəfə də olsun xəstələnməmişəm və biri yanımda qrip olur, biri öskürür. Əhatəmdə nə qədər insan xəstə belə olsa, onun mənə heç bir təsir olmur, çünki mənə Novamin həqiqətən də qoruyur. Novamini 7 ayından sonra uşaqlara belə verə bilərsiniz. Yəni həqiqətən də çox faydalıdır, məsləhət görürəm. Problemler vardı. Fibroadenomaydı, kistalarıydı ve son vaxtlarda limfa düğünlərim daha çok aktifləşmişdi. Hatta koltuk altına da verilmişdi. Həkimin mənə öz müalicəsini yazdı. Mən dedim, mən öz şirkətimizdən istəyirəm müalicəni götürmək. Dedi, hansı şirkətdəsən? Dedim, Savirovalı şirkətində. Dedi, sizdə elə bir məhsul vardı ki, onun tərkibində A, C vitamini olsun. Dedim, var Novamin. Bir de dedi, Selin. Dedim, var bunlar. Gəldim, bunları elə 3 günüydü başlamışdım. Çok üzr istəyirəm. Sinəmdə olan